Avqustun 10-da Qəbələyə səfəri çərçivəsində Prezident Ali Baş Komandan İlham Əliyev Laza sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraiti ilə tanış oldu. Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının komandanı General-Polkovnik Elçinquliyev Prezident Ali Baş Komandan İlham Əliyevə raport verdi. Bildirdi ki, Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Bazar düzü istiqamətində fəaliyyət göstərən və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən sərhəd zastavasının mürəkkəb relyefə və soyuq iqlim şəraitinə malik xidmət ərazisində dövlət sərhədlərimizin mühafizəsi yüksək səviyyədə təşkil edilib. Zastavanın özü dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşsə də, xidmət səviyyəsi 3200-3500 metrə qədər qalxır. Dövlət sərhədinin dağlıq ərazisində və səhra şəraitində etibarlı mühafizəsini təşkil etmək üçün lazım olan müvafiq texniki vasitələr, müasir avadanlıqlar və silahlar alınaraq zastavada yerləşdirilib. Sərhədçilər Qarabağ atları və xüsusi təlim keçmiş itlərlə təmin olunublar. Sərhəd zastavasında xidmətin və yaşayışın yüksək səviyyədə təşkili üçün şərait yaradılıb. Müasir tələblərə cavab verən əskər yataqxanası, əskər yeməkxanası, istirahət, güşə, idman zalı, təlim şəhərciyi, müasir tələblərə cavab verən xüsusi təyinatlı binalar inşa olunub. Zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların ailələri üçün 22 mənzilli yaşayış binası inşa olunub. Ərazidə abadlaşdırma işləri görülüb.